Salam, bugün 23.07.2020'nin suallarına baxaq. Birinci sualda deyilir ki, permütasiya 5-dən 5, çıxılsın permütasiya 4-dən 4, bölünsün permütasiya 3-dən 3. Permütasiyanın qaydası n-dən n olduqda n faktorialdır. Yəni permütasiya 5-dən 5 olacaq 5 faktorial. 5 faktorial da 1 vur 2 vur 3 vur 4 vur 5'dir. Bunun da cavabı 120 edir. Eyni qayda ilə permütasiya 4-dən 4 hesablayaq. 4 faktorialdır. Yəni 1 vur 2 vur 3 vur 4. O da eləyir 24. Eyni qayda ilə permütasiya 3-dən 3-də 3 faktorialdır. Yəni 1 vur 2 vur 3. O da eləyir 6. Cavabları yerinə yazsaq, 120 çıxılsın 24 bölünsün 6. 120'ni 6'ya böldüm 20, 24'ü 6'ya böldüm 4. 20'də 4 çıxıram 16. Ya da elə 120'dən 24'ü çıxıb alınan cavabı 6'ya da bölə bilərsiniz. Eyni cavab alınacaq. Cavab 16. Birincidə B variantı. İkinci sualda bizə verib ki, əbob AB bərabərdir 6 verib. Əbobda belə bir qayda var. Əbob AB bərabərdir 6-dırsa, deməli A ədədi və B ədədi hər ikisi 6'ya bölünən ədəddir. A-nı mən 6m, B-ni 6n götürə bilərəm. İkisi də 6'ya bölünür. Və bunların hasili 180-dırsa, yazıram 6n vurulsun 6n bərabərdir 180-ə. 6-nı 6'ya vuranda 36mn bərabərdir 180-ə. 180'i də 36'ya böləndə mn bərabərdir 5. Təbii ki, burada m ilə n qarşılıqlı sadə ədədlərdir. Çünki ortaqlar 6-dırsa, yerdə qalan m ilə n qarşılıqlı sadədir. Nəyə nəyə vuranda 5 eləyər? 1-i 5-ə. 1 ilə 5 də qarşılıqlı sadədir. Onda biz A-nı 6m götürmüşdüksə, olacaq 6 vurulsun 1, 6. B-ni də 6n götürmüşsə, n də 5-dirsə, 6 vur 5, 30. Və bizdən bunların cəmini istəyir. A ilə B-nin cəmini tapıram. 6 üstə gəl 30, o da eləyir 36. Cavab olur A variantı. Sonra gəldi üçüncü suala. Üçüncü sual sadə suallardandır. 2 kök altında 3,7'nin kvadratı çıxılsın kök altında 12,4'də 1. Əvvəl bunun kvadratını tapırıq. 2'nin kvadratı 4. Kök altında 3,7'nin kvadratı kvadratdan kök gedir. 3,7. Çıxılsın düzgün olmayan kəsrə çevirəm. 4'də 12'ni 4'ə vuranda 48. Üstünə 1 gələndə 49. 4'ü 3,7'yə vururam. 28, 2 yadda 12, 2 yadda 14. 14,8. Çıx. 49'dan kök altından 7 çıxır. 4'dən də 2 çıxır. 7'ni də 2'yə böləndə 3,5. 14,8 çıxılsın 3,5. Bu ədəddən də 14,8'dən də 3,5'in çıxanda eləyəcək cavab 11,3. Cavab olacaq D variantı. Törəmə mövzusu çıxarılıb buraxılış imtahanından. Ona görə bu törəməni izah eləməyəcəm. 5-ci sual. 5-ci sualda deyir ədədi silsilədə S12'ni verib bizə 324. Bir də A9'u verib bizə 37. Bizdən A1'i istəyir. Uşaqlar, burada nə edəcəyik? S12'nin əslində 2 dənə düsturu var. Biz bundan yazaq. S12 bərabərdir 2A1 üstə gəl 11'dir. Bölünsün 2'yə vurulsun 11. 12. Bu hansı düsturdur? İzah edeyim. S12 bərabərdir. Düsturumuz belədir. 2A1 üstə gəl D vurulsun N çıxılsın 1 böl 2 vur N. Təbii ki, burada N əgər 12'dirsə, N'lərin yerinə 12 qoyuruq. Onda bu yuxarıdakı ifadə alınır. İndi onu bərabər edirəm 324'ə. Aşağıda təzdən yazıram. 2A1 üstə gəl 11'dir. Bölünsün 2 vurulsun 12 bərabərdir 324. 12 ilə 2 ixtisar getdi 6. 324'ü 6'ya böləndə 2A1 üstə gəl 11'dir. Bərabərdir 5 dəfə 54. Bir də bizə A9'u verib. A9'da A1'ə görə açıram. A1 üstə gəl 8'dir. Bərabərdir 37. Və bizdən A1'i istəyir. Sistem tənliklə həll edib A1'i tapacam. Təbii ki, buranı 8'ə vuracam. Buranı mənfi 11'ə vuracam ki, deyirlər islah getsin. 8'ə vuranda 16A1. 8'ə vuranda 88'dir. 8'ə vuranda 2, 3 yadda. 40'ın üstünə 3, 43. Mənfi 11'ə vuranda mənfi 11A1. Mənfi 11'ə vuranda mənfi 88'dir. Mənfi 11'ə vuranda mənfi 407. Və alt-alta toplasaq, bunlar getdi. Toplayanda 5 dənə A1 bərabərdir. 432'dən də 407'sini çıxanda 25. A1 də bərabərdir 5. Bizdən A1 istəyir, cavab 5 olacaq. 6-cı.
Kubun diaqonal kəsiyinin sahəsi, kub bilirik ki, hər üzü kvadratdır. Diaqonal kəsiyinin sahəsi, əvvəl diaqonalını tapırıq, oturacağının diaqonalı. Oturacağının diaqonalı kvadratın diaqonalı bilirik ki, A kök altında 2-dir. A kök altında 2. Diaqonal kəsiyi bu hissədir. Rəngli göstərirəm. Diaqonal kəsiyi buradır. Diaqonal kəsiyin sahəsi düzbucaqlıdır. Yəni, düzbucaqlığın sahəsi bilirik ki, eyni uzunluğuna vurmaqla alınır. Ona görə əgər bu tərəfdə A-dırsa, til A-dırsa, burada A kök altında 2-dirsə, S diaqonal kəsiyi bərabərdir A kök altında 2 vurulsun A-dır. Bu da bərabərdir A kvadratı kök altında 2-dir. Deməli, diaqonal kəsiyin sahəsi A kvadratı kök 2-dir. Onun sahəsini verib bizə 25 kök altında 2. Yazıram A kvadratı kök altında 2 bərabərdir 25 kök altında 2. Kök altında 2-lər gedir. A kvadratı bərabərdir 25. A da bərabərdir 5. Tilini 5 tapırıq. Kubun həcm düsturu V bərabərdir A kubudur. O da bərabərdir 5-in kubu. O da bərabərdir 125. Həcmi olacaq cavab 125. 7-ci sual sistem tənlikdir. Sadə sistem tənlikdir. 2A üstəgəl B-ni 5 verib. Bir də A açıq B-ni bizə 4 verib. A ədədini tapmağı soruşur. Alfa alfa toplayanda B-lər getdi. 2A ilə A-nı toplayıram 3A. Bərabərdir 9-a. A da bərabərdir 3-ə. Cavab olacaq 3. 8-ci sual da maraqlı sualdır. Bu suala baxanda fikir versəniz, mötərizənin içi birindən 6-nı kənara çıxartsaz, modulun içi, digərindən də 2-ni kənara çıxartsaz, modulların içləri eyni alınır. Onun üçün mən ortaq vuruğu 6-nı çıxardıram kənara, x üstəgəl 6, 2-ni də çıxardıram kənara, x üstəgəl 6 bərabərdir 72. 6 dənəsindən 2 dənəsini çıxanda 4 dənə x üstəgəl 6 bərabərdir 72. 72-ni 4-ə böləndə x üstəgəl 6 bərabərdir 18. Nə 18-ə bərabərdir? Bir dəfə müsbət 18, bir dəfə də modulu mənfi 18-ə bərabər eləyəcəm. Çünki həm müsbət 18-dən, həm də mənfi 18-dən 18 çıxır modulda. X bərabərdir buradan 12, x bərabərdir mənfi 18 çıx 6, x də bərabərdir mənfi 24. Tənliyin köklər cəmini istəyir. 12 ilə də mənfi 24 toplayanda böyükdən kiçik çıxır, böyüyün işarəsi mənfi 12 alınır. Y variantı. Gəldik 9-cu sual, sadə sualdır əslində. Deməli, ilk 20 natural ədədin içərisindən təsadüfən seçilmiş bir ədədin sadə ədəd olması ehtimalını tapın. Sadə ədədlər 2-dir, 3-dür, 5-dir, 7-dir, 11-dir, 13-dür, 17-dir, 19-dur. Sadələri saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8. 20 dənə ədəddən 8-i sadədir. İxtisar edirəm 10-da 4. Bu da 0,4 vergüllü yazsaq, cavabına görə B variantı. 10-cu sual da sadə sualdır. 2 kiçik bərabərdir 9, o da kiçikdə 6. Ödəyən tam əllər cəmini istəyir. 2-də ödəyən 3-dür, 4-dür, 5-dir. 6 ödəmir, çünki 2-də bərabər işarəsi var, 6-da yoxdur. Bunların da cəmi 14 olacaq, o da cavab D variantı. 11-ci sual da rahat sualdır. Əgər A üstəgəl B çıxılsın 5i bərabərdirsə, deməli 8 üstəgəl ABI bərabərliyindən A kvadratı üstəgəl B kvadratını bizdən soruşur. Necə həll edəcəm? Bu hər ikisi kompleks ədədlərdir. Kompleks ədədlər bir-birlərinə o zaman bərabər olur ki, xəyali hissəyə bərabər olsun, həqiqi hissəyə. Birinci kompleks ədədin, sol tərəfdə olan kompleks ədədin xəyali hissəsi mənfi 5-dir, həqiqi hissəsi A üstəgəl B-dir. Sol tərəfdəki kompleks ədədin həqiqi hissəsi A üstəgəl B-dir. Sağ tərəfdəki kompleks ədədin həqiqi hissəsi 8-dir. Yəni A üstəgəl B 8-ə bərabərdir. Sol tərəfdəki kompleks ədədin xəyali hissəsi mənfi 5-dir. Sağ tərəfdəki kompleks ədədin həqiqi hissəsi, xəyali hissəsi AB-dir. Və bizdən A kvadratı üstəgəl B kvadratını istəyir. Bunu köməkçi müxtəsər mod düsturu ilə açıram. A üstəgəl B kvadratı çıxılsın 2AB. Gətirib qiymətlərin yerinə qoysaq, 8-in kvadratı çıx 2 vurulsun mənfi 5. 8-in kvadratı 64 eləyir, üstəgəl 10. Mənfi vurana müsbət eləyir. Cavab 74. C variantı. 12-ci sual. Bizə bir çevrə verilib. Bu çevrədə 2 paralel vətərdir. Vətərin biri diametrdir, mərkəzdən keçir. Digər vətər də ona paraleldir. Deməli, bu AB həm də diametrdir. Bu C-dir, vətəridir. Bura N qövsü yazıb, bura M yazıb. Belə bir xətt çəkib. Bizdən ADC bucağını soruşur. Və bizə də verib ki, CND qövsündən deməli, DMB qövsünü çıxanda cavab eləyir 30 dərəcə. Burada bir qayda var ki,
Əgər bu alfadırsa, bu da alfadır paralelliyə görə. Alfanın qarşısındakı daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Yəni qövs 2 alfadır. Bu alfanın da qarşısındakı 2 alfadır. Deməli bu qövslər bir-birinə bərabərdir. Həm də paralel vətərlərin aralarında qalan qövslər bərabərdir. Çünki bucaqlar bərabərdir ona görə. Onda belə çıxdı ki, 2 alfa, üstəgəl 2 alfa, üstəgəl yuxarıdakı CND qövsü. Buna da bir beta deyək. Bu betanın cəmi 180 dərəcədir. Bir də özü verib ki, beta çıxılsın 2 alfa bərabərdə 30 dərəcədir. Mən bunu tənliklə həll edəcəm. Yəni olacaq 4 alfa üstəgəl beta bərabərdir 180. Bunun hər tərəfini, aşağıdakının hər tərəfini mənfiyə vururam. Mənfi beta üstəgəl 2 alfa bərabərdir mənfi 30. Alt-alta toplasaq betalar getdi. 4 alfa ilə 2 alfanı toplayanda 6 alfa bərabərdir. 180-dən 30 çıxanda 150. 150-ni də 6-ya böləndə alfa bərabərdir 25. Bizdən də elə alfa bucağını istəyirdi. Cavab 25 dərəcə olacaq. O da olur A variantı. 13-cü sual. 13-cü sual belədir ki, kotangens tək funksiyadır. Qabağa mənfi çıxır. Mənfi kotangens əvvəllər CTG yazılırdı. Artıq dəyişib son illərdə kod yazılır. Kotangens x bölünsün 2 bərabərdir. Bunları çarpaz vurma olar. Yəni tangens 72-ni vuracam tangens 28-ə. Deməli, mənfi kotangens x bölü 2 bərabərdir. Tangens 72-nin yerinə 90 çıxılsın 28 yaza bilərəm. Vurulsun tangens 28. 90 atılır, adını dəyişir. Olur kotangens 28. Birinci rübdü qarşıya mənfi çıxmır. Çünki tangens birinci rübdə müsbətdir. Oldu kotangens 28. Vur tangens 28. Kotangens 28-də tangens 28-ə vuranda cavab 1 eləyir. Deməli, alırıq mənfi kotangens x bölünsün 2 bərabərdir 1. Mənfiyə vursaq hər tərəfi kotangens x bölü 2 bərabərdir mənfi 1. Bu, tənliklərin xüsusi hallardır. Kotangensin xüsusi halı, deməli, kotangens x bərabərdir mənfi 1-i harada alırdı? X bərabərdir 3 pi bölünsün 4 üstəgəl pi k-ydı. Və onu buna tətbiq edəcəyik. Necə? Deməli, yazıram x bölü 2 bərabərdir 3 pi bölünsün 4 üstəgəl pi k. Hər tərəfi 2-yə vuracam, k daxildir z. Hər tərəfi 2-yə vuranda x bərabərdir 3 pi bölünsün 2 üstəgəl 2 pi k. Bu şəkildə də qalır cavab. 3 pi bölü 2 üstəgəl 2 pi k. Cavab olacaq Y variantı. 14-cü sualda nə deyir? 14-cü sualda deyir ki, müstəvidən 15 sm məsafədə. Müstəvini təxminən belə bir xətt götürək. Əslində müstəvi bu şəkildədir. Bundan 15 sm məsafədə bir nöqtə verilib bizə. Həmin nöqtədən uzunluğu 20-yə, proyeksiyasının uzunluğu 20 olan mail çəkin. Yəni proyeksiya 20-dir, maili bilmirəm. Proyeksiya bu aşağıdır, mail budur. Deməli, uşaqlar, mail buradır, proyeksiya buradır, proyeksiya. Hündürlükdə buradır. Hündürlük. Bizə soruşur maili. Təbii ki, burada Pifaqor teoremi var. 20-nin kvadratı üstəgəl 15-in kvadratı. 225 üstəgəl 400. 625. 625 də 25-in kvadratı. Deməli, mailin uzunluğu 25 olacaq. Gəldik ən böyük qiymət, ən kiçik qiymətə. Deməli, Əbu-Qə-2-qı 4AC çıx B kvadratı böl 4A ilə tapılır. Deməli, 4AC çıx B kvadratı bölünsün 4A. Gətirib qiymətlərin yerinə qoysaq, A mənfi 2-dir, C bizdə 8-dir, B bizdə 6-dır, 6-nın kvadratı, 4 bölünsün, A bizdə mənfi 2-dir. Yuxarı mənfi 64, çıxılsın 36, bölünsün mənfi 8. Mənfi 64 ilə mənfi 36, mənfi 100 eləyir. Mənfi 100 də mənfi 8-ə böləndə 12,5 eləyəcək. Cavab olacaq 12,5. 16-cı sualda rahat suallardandır. Əgər bu tənliyin kökü 1 olarsa, bizdən soruşur A-nı. Deməli, tənliyin kökü, yəni x bərabərdir 1 olarsa, A-nı soruşur bizdən. X-in yerinə 1 qoyacaq, 4 vurulsun, A-nı 1-ə vuranda A eləyir. A üstəgəl 2, 4 üstə A üstəgəl 2 bərabərdir 32. Təbii ki, bunları 2-yə gətirəcəm. 4-ün yerinə 2-nin kvadratı üstündə A üstəgəl 2, 32-ni də 2 üstündə 5 yazıram. Üstlər vurulur 2 üstündə 2A üstəgəl 4, 2 üstü 5. Üstləri bərabər edirəm. 2A üstəgəl 4 bərabərdir 5-ə. 2A bərabərdir 5-dən 4 çıxanda 1-ə. A da bərabərdir 2-də 1-ə. Yəni 0,5-ə. A-nı istəyirdi bizdən. Cavab 0,5 olacaq.
Gəldik növbəti suala. Növbəti sual loqaritma sualıdır. 17-ci sual. Deməli, loqaritma burada 6 əsasdan 9. Loqaritma 6 əsasdan 9 üçün kvadratı yazıram. Loqaritma 3 əsasdan 36-nı da 6-nın kvadratı yazıram. Üstə gəl, LC 10 üstündə 7 çıxılsın. Sinus 190 da 1-ə bərabərdir. LC 1 də 0-a bərabərdir. 2 qarşıya keçir. 2 qarşıya keçir. 2 vurulsun 2 olur. Loqaritma qaldı 6 əsasdan 3. Vurulsun loqaritma 3 əsasdan 6. Üstə gəl. LC 1 0-a bərabərdir. 7-dən 0 çıxanda 7 eləyir. LC 10 üstündə 7 qaldı. Bərabərdir. Təbii ki, biz bilirik ki, loqaritma A əsasdan B-nə, loqaritma B əsasdan A-ya vuranda cavab 1 eləyir. Çünki bir-birinin tərsi olan ədədlərdir. 4 vur 1, 4 elədi. Üstə gəl. 7 yenə qarşıya keçir. 7 vurulsun LC 10. LC 10 da 1-ə bərabərdir. Çünki 10 əsasdandır. Cavab olacaq 4 üstə gəl 7. O da eləyəcək 11. Cavab 11 olaraq qalacaq. 18-ci sual. 18-ci sualda deməli verib bizə 12 sinus kvadratı x bərabərdir 5 olarsa, bizdən soruşur 4 sinus kvadratı x çıx kosinus 2x bir də üstə gəl 2,5. Əvvəl bunu sadələşdirməliyəm. Yuxarıdan sinus kvadratı x-i tapa bilərəm. Sinus kvadratı x bərabərdir 5 bölünsün 12. Bunu yaddaşda saxlayıram. 4 sinus kvadratı x. Kosinus 2x-in belə bir düsturu var. Kosinus 2x bərabərdir 1 çıxılsın 2 sinus kvadratı x. Və bu düsturdan açacağım. Yəni 1 çıxılsın 2 sinus kvadratı x yazacağım. Üstə gəl 2,5. İndi mötərizəni açacağım. Deməli 4 sinus kvadratı x çıx 1 üstə gəl 2 sinus kvadratı x üstə gəl 2,5. 4 ilə 2-ni toplayanda 6 sinus kvadratı x üstə gəl 2,5-dən 1 çıxanda 1,5. Və sinus kvadratı x-in yerinə 12-də 5 yazacağım. 6 vurulsun 12-də 5 üstə gəl 1,5. 6 ilə 12 getdi 2. 5-i 2-yə böləndə 2,5. 2,5-in üstünə də 1,5 gələndə cavab 4 eləyəcək. Deməli, bu misalın cavabı 4 imiş. Gəldik növbəti suala. Növbəti sual da maraqlı sualdır. Həndəsədə üçbucaqlara aiddir. 30-60 xassəsidir. Deməli, bizə bir düzbucaqlı üçbucaq verib. Bu düzbucaqlı üçbucaqda hündürlük çəkib. Deməli, bura B-dir. Bura B-dir, bura A-dır, bura C-dir, bura D-dir. Bu bizdə hündürlükdür, 90 dərəcədir. Deməli, bizə verib ki, BD ilə AB-nin cəmi BD üstə gəl AB bərabərdir 7 olarsa, bizdən soruşur BC ilə AC-nin cəmini bərabərdir sual. Hansı bucağı verib bizə? A bucağına 60 dərəcə verib. Əgər A bucağı 60 dərəcədirsə, onda deməli, onda bu bucaq 30 dərəcə olacaq. Çünki cəmi 90-dır. Burada 90 dərəcədir, yenə bura 60 olacaq. Bu 60-sa burada 30 olacaq. Burada əsas 2 üçbucağa baxırıq. Bir balaca bu üçbucağa baxacağıq. Bir də böyük üçbucağa. 30 dərəcə bucaq qarşısında dayanan katet, buna x deyirəm. 60-ın qarşısında dayanan katet x kök altında 3-dür. 90-ın qarşısında da dayanan hipotenuz 2x-dir. İndi böyük üçbucaqdan fikir versəniz, 30-un qarşısında dayanan, bax bu katet 2x-dırsa, hipotenuz ondan 2 dəfə çoxdur, 4x olacaq. 60-ın qarşısında dayanan BC kateti də bu katetin kök altında 3 mislidir. Yəni 2x kök 3 olacaq. İndi bizə BD-ni verib, yəni x kök 3 yazmışıq, AB-ni 2x yazmışıq. Əgər deyir bu 7 olarsa, bizdən soruşur BC. BC bizdə 2x kök altında 3-dür, AC də bizdə 4x-dir. Fikir versəniz 2-yə vurub, onda siz də bunu 2-yə vurasınız, cavab 14. Yəni, cəmi istəyir, cavab 14 olacaq. 20-ci sual da sadə sualdır. Deməli, bizə deyir ki, şəkildən görünür ki, Amid 8 günə 40 detal hazırlayır. 8 günə 40 detal hazırlayırsa, onda bir günə 40-ı 8-ə bölürük, bir günə 5 detal hazırlayacaq. 5 detal. O birisi də 6 günə deməli 54 detal hazırlayırsa, bir günə 54-ü 6-ya bölürük, 9 detal hazırlayır. Onda ikisi birlikdə bir günə 14 detal hazırlayırlarsa, 14 detal. Onda bizdən soruşur ki, 84 detalı neçə günə hazırlayır?
Çıx x. Tənasüblə həll eləsək, x vur 14 bərabərdir 84. 84 14-ə böləndə 6 günə hazırlayar. Cavab 6. Gəldik 21-ə. 21 də maraqlı sualdır. Oxşarlıq qaydasıdır. Deməli, üçbucaq verib. Bir dənə ona paralel xətt çəkib, yazıb bura DY. Oturacağa paralel xətt çəkib, bura AC yazıb. ABC üçbucağında deyir DY paraleldir AC-yə. AY tən böləndir. AY tən böləndirsə, bu bucaqlar bir-birlərinə bərabərdir. Yazıram alfa alfa. Və əgər bu buna paraleldirsə, onda alfa bucağı, yəni DYA bucağı həm də bərabərdir YAC bucağına. İndi bunlar hamısı həlli tələb olunan suallardır uşaqlar. Açıq şəkildə yazmaq istəyirsinizsə, birinci yazmalısınız ki, A-yı tən böləndirsə, tən bölən. Onda yazmalısınız ki, bucaq DAY bərabərdir bucaq YAC, bu da bərabərdir alfa. Sonra bundan sonra yazmalısınız ki, DY paraleldir AC olarsa, onda yazırıq ki, deməli, DYA bucağı bərabərdir YAC bucağına, o da bərabərdir alfa, çünki çarpaz bucaqlardır. Onda üçbucaq ADY bərabər yanlı üçbucaqdır. Bərabər yanlı. Bərabər yanlı üçbucaqdırsa, AD bərabərdir DY-yə. Bizə də DY-ni verib 6, onda bu da 6 olacaq. Bunlar bərabər çıxdı. BD-ni də 2 verib. İndi əgər DY yenə əgər AC-yə paraleldirsə, onda burada 2 dənə üçbucaq. Üçbucaq ABC ilə üçbucaq BDY oxşar üçbucaqlardır. BDY üçbucaqlara oxşardır. Oxşardırsa, tərəflərin nisbətinin kvadratı sahələr nisbətidir. Niyə sahəyə getdim? Çünki özü sahə verib. Bunun sahəsini 5 verib, böyüyün sahəsini istəyir. İndi ona görə də tərəflər nisbəti, deməli, BD tərəfini bölürük. Fikir verin, BD tərəfi bölünür bütövə. Bura 2 idi, bura 6. Yəni, BD bölünsün AB, bunun kvadratı bərabərdir. SBDY bölünsün SABS. Yerinə yazsaq, BD bizdə 2 idi, bütöv 8-dir. Bunun kvadratı bərabərdir SBDY, 5 verib SBDY-ni. SBDY 5-dir bizdə, bunun yerinə 5 yazıram. Böl SABS. 4-də 1-in kvadratı 16-da 1 eləyəcək. 16-da 1 bərabərdir 5 bölünsün SABS. Çarpaz vuranda SABS də bərabərdir. 16-nı 5-ə vururam 80. Cavab olacaq 80 böyük bucağın sahəsi. 22-ci sualda nə deyir? Ştrixlənmiş hissənin sahəsini istəyir, rəngli hissənin. Deməli, birincisi olacaq kvadrat. Kvadratın da daxilinə yenə kvadrat çəkilir. Kvadratın tərəfini 4 verib bizə. Onda kvadratın tərəfi 4-sə, daxili çevrə çəkəndə radius onun yarısıdır, tərəfinin yarısıdır, 2 olacaq. Onda biz əvvəl bu ştrixlənmiş hissənin sahəsini tapmaq üçün kvadratın sahəsindən dairənin sahəsini çıxmalıyıq. Deməli, S ştrixlənmiş birinci hissə yazıram. Bərabərdir. S kvadrat çıxılsın S dairə. Kvadratın sayısı A kvadratdır. Dairənin sayısı pi R kvadratıdır. Tərəf 4-dür. 4-ün kvadratı 16. Çıx pi 3-dür. Radius da 2 oldu. 2-nin kvadratı 4. 16 çıx 12 4 elədi. Yəni, bu birinci ştrixlənmiş hissədir. İndi dairə bizdə radiusu 2-dir. Dairənin radiusu 2-dirsə, daxilində kvadrat yerləşib. Deməli, radius 2-dirsə, buradan bura qədər 2-dir. Onun diaqonalı onda 4 olur. Onda içəridəki ştrixlənmiş ştrix 2 yazıram. Yəni, o da ikinci kvadratın sahəsidir. Diaqonalını veribsə, D kvadratı böl 2 ilə yazma olar. D də bizdə 4-dür. Kvadratın belə bir sahə düsturu da var. D bizdə 4-dür. 4-ün kvadratı 16 böl 2. 16-nı da 2 bölündə 8. Deməli, qırmızı ilə işarələdiyimin sahəsi oldu 4. Ortadakının sahəsi oldu 8. Bizdən də bunların cəmini istəyir. 4 ilə də 8-in cəmi cavab 12 olacaq. Gəldik 23-ə. 23-cü sualda nə deyir? Həcmi 320 pi olan santimetr kub olan konusun hündürlüyü 15 olarsa, ona oxşar və radiusu 4 olan digər konusun həcmi nə qədər olar? Deməli, bir dənə konus verilib bizə. Bunun həcmini verilib. Bir də hündürlüyü verib 15-dir. Həcmini verib. Buna oxşar digər başqa bir konus var. Bunun əgər deyir, ona oxşar olan
və radiusu 4 olan digər konus radiusunu 4 verib, bizdən nəyini soruşur? Həcmini soruşur. Pi-nin də yerinə 3 verib. Əvvəl mən bunun da radiusunu tapıram, birinci konusun. Həcm düsturu belədir. 3də 1 pi r kvadratı vur h. Bu bərabərdir 320 pi-yə. Pi-lər təbii ki, hər tərəfdən getdi. 3də 1 r kvadratı, h bizdə 15-dir. Bərabərdir 320. 15 ilə 3 getdi 5. 320-ni də 5-ə böləndə r kvadratı bərabərdir 64. Nəyin kvadratı 64-dür? 8. Təbii ki, bu 8-dir. Bunun da radiusu 4 idi. İndi fikir versəniz, digər konusun həcmini istəyir. Bunun radiusu 8-dir. Bunun radiusu 4-dürsə, tərəflər nisbəti 4/8. Bu bizdə k-nı verir. Həcmlər nisbəti V1 bölü V2. Bu bizdə k-nın kubunu verir. Əgər iki oxşar silindirdirsə və yaxud da konusdursa. Ümumiyyətlə, həcmlər nisbəti k kubudur, sahələr nisbəti k kvadratıdır, tərəflər nisbəti k-dır. Bunu dəfələrlə demişik uşaqlar. Deməli, tərəflər nisbəti k-dır, sahələr nisbəti kvadratıdır, k kvadratı. Həcmlər nisbəti kubdur. Onda k 2də 1-dir, belə çıxır. Onda birincinin həcmini bilmirəm. Biz balacadan başladıq. Kiçiyin həcmini bilmirəm. Böyüyün həcmini 320 pi verib. Bərabərdir. K bizdə 2də 1-dir. 2də 1-in kubu eləyəcək 8də 1. Və salam, buradan da V1 də bərabərdir. 320-ni pi-ni böləcəm 8-ə. O da eləyəcək 40 pi. Pi də bizdə 3-dür. 40-ı da 3-ə vuracam. Özü verib. Cavab 120. Cavabı 120 eləyəcək. Gəldik 24-cü suala. 24-cü sual da sadə suallardandır. Çətin bir sual deyil. Deməli, diagonallar kəsişir. Bucağı bizə verib buranı 60 dərəcə. Deməli, A-dır, B-dir, C-dir, D-dir. Bu bucaq verib bizə 60 dərəcə. Təbii ki, diagonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Onda bu üç bucaq bərabər yanlı, hətta bərabər tərəfli üç bucaq olur. Bütün bucaqlar 60 dərəcə olur. Bu 60-dır, bu da 60-dır. Eyni proses burada da gedir. Hətta bura 120-dir, bura 30-dur. Uşaqlar, bunları rahat tapmaq olur. Bir bucağı verəndə düz bucaqlıda. Digər bucaqlar özü avtomatik alınır. Çünki cəm 90-dır, 90-dan çıxaraq tapmaq olar. Bizdən buradan bir dənə hündürlük çəkib, bura 4 yazıb, bura Y yazıb. Təbii ki, bu bərabər tərəfli olduğuna görə həm median, həm tənbölən, həm hündürlükdür. Median olduğu üçün rəngini dəyişirəm. Median olduğu üçün bu 4-dürsə, bu da 4-dür. Çünki tərəflər bərabərdir. Onda AO oldu bizdə 8. AO 8-dirsə, dedik medianlar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. OC də olacaq bizdə 8. Onda AC bütöv olacaq bizdə 16. Yəni bütöv diagonal olur, cavab 16. Bizdən də AC diagonalını istəyir. 25-ci sual da rahat sualdır. Birinci şəkərlər gəlib, sonra su gəlir. Bizdən bunu qarışdırdıqda alınan faizi istəyir. Bu faizi tapmaq üçün biz ilk növbədə bütöv məhlulları cəmləməliyik. Sonra şəkərləri cəmləməliyik. Sonra şəkərləri bütöv məhlula bölüb 100-ə vurmalıyıq. Şəkərlər göy rəngdə olanlardır. 20, üstəgəl 10, üstəgəl 40. Bu oldu bizdə 70 şəkər. Məhlul deyəndə birinci 20 ilə 40 idi. Topladım 60 elədi məhlul. İkincidə 10 ilə 30 idi. Topladım 40 elədi. Üçüncüdə 40 ilə 60 idi. Topladım 100 elədi. Bunları toplayanda 200 bizdə olur məhlul. İndi biz məhlulun qatılığını istəyiriksə, onda 70-i bölməliyik bütöv məhlula, vurmalıyıq 100-ə. Bu da bərabərdir. 100 ilə 200 gedir 2, 70-də 2 böləndə 35%.